30 illik erməni işğalı nəticəsində 1 milyona yaxın soydaşımız öz doğma ev eşiklərindən didərgin düşmüşdü. Ağdam rayonu Sarcalı kəndindən məcburi köçkün olan Səhliman Atakişiyev 5 nəfər ailə üzvü ilə Ağcabədi rayonu Rəsbərlər kənd ərazisində su nasoslu stansiyasının binasında, onun qardaşı İnqilab Atakişiyev isə 3 nəfərlik ailə üzvü ilə birlikdə Rəsbərlər kənd ərazisində özünə məxsus kərpic daxalda müvəqqəti məskunlaşmışdılar. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında Ağdam rayonunun Sarcalı kəndi yenidən tikilərək istifadəyə verildiyi üçün 9 aprel 2025-ci il tarixdə Səhliman Atakişiyev 3 otaqlı, onun qardaşı İnqilab Atakişiyev isə ailə üzvləri ilə birlikdə 2 otaqlı fərdi yaşayış evi ilə təmin olunublar. Sarcalı kənd sakinləri onlara verilən yeni evlərə köçüblər. Atakişiyev qardaşları evlə təmin olunduqları üçün ölkə rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər. 93-dən elə buradayıq. İndi də Allah'a şükür, elimiz obamız qayıdı. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Prezidentimizin canı sağ eləsin. Bizi qaytardı, qovuşdu elimizə, obamıza, vətənimizə, torpağımıza. Allah hamının canı sağ eləsin. 93-cü ildən ki, gəlmiş bura bu İrəşbər kəndinə, Ağcabədi İrəşbər kəndinə sağ olsunlar. Allah onlardan var eləsin. Bizə yaxşı baxırlar. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Şəhidlərimizin qanı bahasına o torpaqlarımızı İlham Əliyev prezidentimiz alıbdır. Cəmaatımızı qaytarır. Yaşımıza şərait yaradıb. Çox qəribə şəraitlər yaradıb. Hər cürə bir şeydən ehtiyacımız yoxdur. Allah bizim prezidentimiz İlham Əliyevin Allah Teala onun canını sağ eləsin. Onun ailəsi, uşaqları hamısının canı sağ eləsin ki bizi burada gəldik. Nə günə gəlmişik, nə də gülə-gülə qaydırıq öz vətənimizə, öz torpağımıza, öz evimizə şərait yaradıq, qəşəng şərait yaradıq. O şəraitə görə də biz də sevinirik. Allah onu sevindirsin.